Kanalımıza müraciət edən Şirvan şəhər sakini Təbriz Cəfərov maddi durumunun çox pis olduğunu qeyd edir. Cəfərov deyir ki, Şirvan şəhərində işlə bağlı bir neçə müəssisəyə müraciət etsə də onu işlə təmin etməyiblər. Vətəndaş bildirir ki, işsizlikdən ailəsinin yanında başı aşağı qalıb, çarəsiz qalan Cəfərov kanalımız vasitəsilə dövlət qurumlarına və özəl şirkət sahiblərinə səslənərək onu işlə təmin etmələrini xahiş edir. Mən Şirvan şəhər sakini Cəfər Təbriz. Mənim bir xeyirxah insanlardan, xeyirseven insanlardan, Allah dostlardan mənim bir xahişim var. Mən hansısa bir yaxşı işdə, münasib işdə təmin olunmağımda sizlərdən dəstək kömək istəyirəm ki, mənim işdə təmin olunmağımda dəstək kömək olardınız. Fərqi yoxdur, hansı iş olursa, əsas iş olsa. Orta məktəbi bitirmişəm. 9 il oxumuşam orta məktəbdə. Şirvan şəhər sakiniyəm, Cəfər Təbriz. Nömrəmlə qeyd etmək istəyirəm müraciətimdə 055 340 75 62. İstənilən bir işdə işləyə bilərəm, heç fərqi yoxdur, əsas iş olsun. Ayda işləyib qazanacağım, ayda bir dəfə alacağım maaş olsun, ya da işləyib günlük qazanacağım, günlük alacağım maaş olsun, fərqi yoxdur, əsas iş olsun. İnşallah inanıram ki, xeyirxah insanlar, xeyirseven insanlar mənə iş məsələsində dəstək kömək olub sevindirici olacaq.